Salamlar, vaxtınız xeyir olsun. Azərbaycan TV izləyiciləri, əziz vətənlər, 25 may 2026-cı il tarixində şəhid Azər Salih Quliyevin mövlud tədbiri keçirilir və şəhidimizin adını daşıyan Azər Quliyev adına məktəbdə gördüyünüz kimi mövludun tədbiri artıq start götürübdür. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin bir dəqiqə sükutunu yad etdiriblər. Hal-hazırda gördüyünüz kimi şəhidimizin bacısı Starana çıxış edir şəhidimizin həyat yolu haqqında. Azər güllər açarlaşdı, güllər sonra oldu. Ama sen şəhidləri rəhmət edilsin. O cümleyi nedir? Azər'i çok sağ olun. Çok sağ olun. Sizə sağ olun. Azər'in həmişə bu məktəb alanlaşır, həmişə adı yaşadı. İstəyərəm ki, həmişə Azər'in adı həmişə fəxrlə çəkilir. Bacılarımın bütün halkanı kendinin bir şey var. Bunun başımıza yürüyor. Her şeyden uzak olsun. Sağ olun. Sağ olun. Allah sana sağ olun. Gözleri kalmış ama güzel olmasın. Sağ olun, ben çok sağ olun. Allah sizden canı sağ olasın. Bütün ben şehitlere Allah'tan rahmet diyeceğim. O cümlede de kardeşime. Ben bütün tanıdığım çok şehitler tanıyorum. Yani derin tanıyorum. Hamısını yani münasibətim olubdur. Hamısını yaxşı tanıyorum. Allah hamısına rahmet etsin. Allah qazilərimizə can sağlığı versin. Uzun ömür versin. Allah bu güzel balalara da uzun ömür versin. Ola bilsinler ki bizi bugün bu torpaqda bizim yaşamamızın, gəzməyimizin səbəbkarı bugün o şəhidlərdir, o qazilərdir. Hansı ki onlar canlarını verdi, qanlarını verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Sağ olun. Çox sağ olun müəllim. Sağ olun. Çox sağ olun. Mən də bugünkü bu tədbiri təşkil edən kollektivə öz təşəkkürümü bildirirəm. Allah razı olsun. Bu böyük bir fəxrdir. Müəllim kollektivinin bu yeni bu körpələrin, bu tələbələrin, bu şəhidlərin unudulmaması üçün ən əsas vacibi müəllimlərdir, müəllim kollektividir. Bu da bu məktəbdə var. Azər yanımızda böyüyüb. Mən də demək olar bu kəndin bir üzvüyəm. Burada böyümüşük, başa çatmışıq. Azər bir çıxılı qardaş olar. Vaxtlarında bizim yanımızda şəhid olub, torpaqlarımızın azad olması uğrunda. Yəni biz heç bir şəhidlərimizi unutmuruq, unutmamalıyıq. Körpələrimiz də bilsin ki, Azər yəni gənc bu körpə vaxtında bugünkü bu azad yaşamağımıza görə özlərini onlar qurban verdilər. Biz də bu dəqiqə firavan yaşayırıq. Allah'a şükür torpaqlarımız azaddır. Bizim bir dənə borcumuz qalıb ki, körpələrimizə, balalarımıza, yəni bu şəhidlərimizi unudulmamaq üçün bax bugünkü bu tədbirləri təşkil edən müəllim kollektivinə yenə deyirəm, təşəkkür edirəm ki, yəni bu unudulmasın. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, məkanları cənnət olsun, qəbirləri nurla olsun. Bizim bugünkü gündə ancaq onlara Allah rəhmət eləsin deyirik. Yəni onların hesabına biz azad firavan yaşayırıq. Torpaqlarımız azaddır. Qazilərimizə Allah canı sağ eləsin, şəfa versin. Hər kəsə yəni minnətdarlıq edirəm. Sağ olun. Allah rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Azərin də məkanı cənnət olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hal-hazırda tədbirimiz davam edir. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. O cümlədən də məktəbimizin adını daşıyan bizim şəhidimiz Azər Quliyevə. Mən bu körpə balalara bir nüansı diqqətdə saxlamaqlarını tövsiyə edirəm. Əziz uşaqlar, əziz şagirdlər. Baxın, vaxtı ilə Azər Quliyev də bu məktəbi bitiribdir. Vaxtı ilə o da bu partalar arxasında bu məktəbdə oxuyubdur. Sizlər onun həmişə adını ona görə yaşatmalısınız ki, o estafeti, düzdür, baxmayaraq ki 19 yaşında şəhadətə qovuşubdur, estafeti sizə verilsin deyə, sizlər burada oxuyasınız deyə, sizlər bax bu məktəbi oxuyurlar, bizim 11-cilərimiz bitirir, orta məktəbi onların attestat şəhadətnaməsində yazılacaq. Azər Quliyev adına Xanlı kənd tam orta məktəbin məzunları. Yəni
Ona görə onlar şəhadətə ucaldılar, şəhid oldular ki, gələcəkdə bax sizlər bax bu günləri dövlətimizin digər strukturlarında, hərbidə, orta məktəblərdə, aqronomiya sahəsində, istənilən sahədə siz bax təmsil eləyəsiniz kəndinizi. Həmişə şəhidlərimizi uca tutmalıyıq ona görə ki, onlar öz cavan canlarından, öz həyatlarından, gələcək fəaliyyətlərindən, öz gələcəklərini qurban verdilər ki, sizlər bugün burada bax bu tədbirləri keçirə biləsiniz. O cümlədən də bizim şəhidimiz Azər Quliyev. Allah şəhidlərimizin hamısının məkanını cənnət eləsin. Baxmayaraq ki, o bizim sıralarımızda yoxdur, amma görürsünüz bu günləri illər keçsə də belə biz deyirik ki, cənnətdəki mövludun mübarək olsun. Yəni bu gün yaşasaydı o ad günün qeyd eləyərdi, amma biz qeyd edirik onu. Vətən qeyd edir, dövlət, millət, xalq qeyd edir, məktəbimiz qeyd edir. Və biz onlara həmişə borcluyuq. Nəinki Azər Quliyev, o cümlədən bütün şəhidlərimizə, onların ailələrinə, onların yaxınlarına. O eyni zamanda hərbi xidmət keçib hansı ki torpaqlarımızın azadlığına çalışan və azad edən torpaqlarımızı sağ olan qazilərimizə, veteranlarımıza, onlara biz ömür boyu borcluyuq. Və biz Azad Qarabağa bu gün gediriksə, deməli o şəhidlərin, o qazilərin, o hərbiçilərin sayəsində gedirik. Və ömür boyu da onları heç vaxt unutmamalıyıq. Və bir də bir şeyi tövsiyə edirəm ki, dönüb arxaya baxanda bilin ki, siz Azər Quliyev adına Alxanlı kəndi tam orta məktəbini təmsil edirsiniz. Harda olmağından asılı olmayaraq. Yəni bununla həm fəxrlə təmsil etməlisiniz, həm də onu yaşatmalısınız və qorumalısınız. Allah sizin də bu gələcək fəaliyyətinizdə uğurlar diləyirəm sizlərə, şagirdlərimizə və inşallah bugünkü məzunlarımızın ali məktəblərdən səsi sorağı gəlsin və layiqincə bizləri təmsil eləsinlər. Və eyni zamanda bir daha da demək istəyirəm ki, Allah Taala bir daha müharibə qismət eləməsin bu dövlətə, bu xalqa, bu millətə. Müharibə pis şeydir, acı bir şeydir. Alxanlı 5 müharibənin epicentri olubdur. Yəni məlumat üçün tarixi faktlara baxsaq, mən biraz uzun danışdım. Yəni 5 müharibənin epicentri bu kənd olubdur. 5 müharibəni görmüşük. 93-cü il, 94-ün yanvar döyüşləri, 2016-cı ilin aprel müharibəsi, hələ 2017-ci il bizim Zəhra balamızın öldürülməsi, 2020-ci il vətən müharibəsi, 2023-cü il antiterror döyüşü. Yəni müharibənin epicentri bura olub və biz müharibənin nə olduğunu çox yaxşı bilirik. Allah bir daha müharibə göstərməsin və sizlər yaşayasınız, yaradasınız, o şəhidlərimizi də həmişə tanıdasınız, yaşadasınız. Sağ olun, bir daha deyirəm, məkanı cənnət olsun şəhidlərimizin. Aynen, böyle konuşsun. Alimlerimize söylemek istiyorum. Alimlerimize söylemek istiyorum. Aynen. Əziz balalar, əziz valideynlər, mən hər zaman demişəm, Naif müəllimlə mən dəfələrlə Azad Qarabağda gəzəndə demişəm ki, Azər şəhadət məktəbidir. Biz burada ibtidaidən mən də, Naif müəllim də və bu müəllimlər də ki, hər birimiz sizin kimi bu partada yerləşmişik və bu partadan biz getmişik. O torpaqda Azərin ayaq izləri var. Mən keçən səfər gedəndə Naim müəllim göstərdi mənə ki, Çartazda Uriyanda hansı istiqamətdir və orada video kadrlarda da mən görmüşəm. Və bu 2020-nin şəhidləri ki oldu, o məktəbi keçdilər, Azərin məktəbini keçdilər, Azərin şəhadət yolunu keçdilər və onları izlədilər. Bax, burada bizim o elə yeri gəlmişdən deyim, Quliyev Fiday dayı var, həmin o döyüşlərdə Sinə gələn, o döyüşən oğlanlardan biri olubdur və belə deyək də, ümumiyyətlə bu günləri ki, bu torpaqda ki biz nəfəs alırıq, kimin sayəsində? Azərin qoyduğu məktəbin sayəsində. Onların sayəsində Muxtar Qasımlı da, Polad Həşimov da, ondan Mübariz İbrahimov da o məktəbi keçdilər və bu günləri siz orada burada oturub azad nəfəs alırıq. İstədiyimiz vaxt adi bir belə deyək də portal sayəsində biz keçirik, o Qarabağı gəzirik, Şuşanı, Ağdərəni, Xocalını, Xocavəndi, Əsgəran. O ki Azərbaycanın bayrağı harda dalğalanmalıdır və orada dalğalanır. Kimin sayəsində? Azərin sayəsində. Mən bunu yalnız və yalnız ona deyirəm ki, Azər və Azərin simasında olan şəhidlərimizin sayəsində gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi qorusun. Mən yeri gəlmiş deyəndə onu deyim ki, Azərin ata əvəzi bu günləri belə deyim də xəstədir, Allah ona şəfa versin. İnşallah şəfası versin. O gələn illər bu vaxtı əvəz ayına gedək Azər dayının məzarını ziyarət edək. Mən onu istəyərdim.
Çox sağ olun söz verdiğiniz için. Bugün həm sevinçli bir gündür, həm kədərli bir gündür. Həm mənim sinif yoldaşım, həm xalam oğlu Azər, həm döyüşçü yoldaşım bugün Mövlud günüdür. Əziz şagirdlər, əziz müəllimlər, bugün sizin üçün canından keçən şəhidlərimiz sizin üçün şəhid olublar. Siz cavanlarımız üçün, siz gənclərimiz üçün, siz övladlarımız üçün ki, gələcəkdə siz xoşbəxt yaşayasınız. Allah bütün şəhidlərimizə fərqi yoxdur, 44 günlük, 92-ci il, 2016-cı il Lələtəpə döyüşlərində şəhid olan qardaşlarımız, hamısı xalq üçün, vətən üçün canından keçib və siz də bir gələcəyin əskərləri, gələcəyin bir gözəl vətəndaşları olaraq heç vaxt şəhidlərimizi unutmayın, qazilərimizi unutmayın. Çünki vətən üçün canından keçən hər bir kəsi, xalqı, dövləti unutmamalıdır. Əgər şəhid onda, Naim müəllimin həmişə sözü xoşuma gəlir, deyir ki, şəhidlər onda unudulur ki, onlar unudulur. Həqiqətən, ölürlər, onda unudulur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərin bugün yaşasaydı 53 yaşı olurdu. Mövludu mübarək olsun, əziz qardaşım. Bil ki, səni heç vaxt biz unutmuruq, unutmayacağıq və əgər unutsaq, biz xalq olaraq heç bir yerdə danışa bilmərik. Çünki şəhidlər bizim başımızın tacı və qürur mənbəyimizdir. Allah bu təşkilatçılığı eləyən hər bir kəsə, Azər Quliyev adına, tam orta məktəbin kollektivinə, başda İlkin müəllim olmaqla, Naim müəllim sizə, bütün müəllim kollektivinə və şagirdlərə özlərinin təşəkkürümü və minnətdarımı bildirim. Bacılarına Allahdan şəfaət, səbir diləyək, qardaşlarına Ramiz. Siz elə bil ki, Azər bizim indi bugün həyatdadır. Siz elə bilin. Allah əvvəz qardaşıma da, halam oğluna Allah şəfa versin. Möcüzələr yaratsın. Biz onunla həqiqətən də fəxr eləməli bir qardaşdır. Neyini? Allahın işidir. Allah səhətində hamımız bilirsiniz, biraz bir problemi var. İnşallah Allahın bir möcüzəsi olar, sağalar. Gələn il bu vaxtı Azərin ad günü bir yerdə inşallah qeyd edək. Çox sağ olun, var olun. Dediyiniz kimi mövzu tədbirimiz davam edir. Hal-hazırda Azər Quliyev adına Alxanlı Kətan Orta Məktəbinin şagirdləri şeir töhfəsi ilə proqramı ilə çıxış edir. May ayının 25'inde gözəl bir yaz səhəri Saray kişinin sevincini təsvir yok. Çünki onun ailəsində oğul övladı dünyaya gəldi. Kim bilirdi, bu oğul böyüyüb bir gün kəndimizin qəhrəmanına çevirəcəkdir. Azər böyüyürdü. Həm uşaqlıq, həm də gənclik illərini öz taytuşları arasında həm fiziki cüssəsinə görə, həm də davranışlarına görə fərqlənirdi. Bütün işlərdə həmişə öndə olmağı çox sevirdi. Birinci Qarabağ müharibəsi başlarında Azər heç kimin xəbəri olmadan könüllü olaraq müharibəyə yazılmışdı. Bu cəsarəti o qardaşlar Hafizin müharibədə iştirakından və düşmənə olan hicrətindən alırdı. Valideynlərinin təkidinə baxmayaraq Azər müharibəyə gedəcəyini qəti şəkildə ata və anasına verir. 1992-ci ilin əvvəllərində müharibənin ən qızğın vaxtlarında döyüş meydanına atıldı. Döyüşlərdə öz cəsarətini və qəhrəmanlığı ilə həmişə fərqlənirdi. Komandirlərini və döyüş yoldaşlarına böyük hörmət qazanmışdı. 1992-ci ilin payız səhəri idi. Azər düşmənin kəndlərimizdə, şəhərlərimizdə tutduğu divanda düşmənə olan nifrətini gizlədə bilmirdi. Komandirlərindən düşmənə hücum əmrini səbirsizliklə göstərdi. Bu əmr gələndə Azər düşmənə olan nifrətini döyüş meydanında öz qəhrəmanlığı ilə göstərdi. Düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv etdi. Amma bu döyüş onun son döyüşü oldu. Azər şəhidin sifətini ucaldı. Saday kişinin oğlu 19 il ömrünün necə gəlib keçdiyini gözünün qabağında canlandı. Bir valideyn kimi öz övladı ilə fəxr. Çünki bu kiçik ömür Azər böyük bir dastan sığdırmışdı. Bütün kəndimizin və tanıyan Azərbaycanlıların, ata və analarımızın Azərlə fəxr edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi isə sözü verək məktəbimizin şagirdlərinə. 3-cü sinifdən Mələk.
Doğumlar o günə işgələ yeni gün. Atırlar bu xalqın düşdüyü düyün. Qoyular üstündə tərəqqin günün. Mən də sənə bu müjdəli gətirəm. Doğum günün mübarək ey şəhidim. Düşmən çəkə bilmir, ağırdır daşım. Quruyub qalmayıb gözümün yaşı. Məğlub əyilməz başım. Rahat yat, ölməz igidim. Doğum günün mübarək ey şəhidim. Sonra